Mahmud Ağa'nın Beyt-i Səba məclisində Şirvan aşıqlarının ustadı Aşıq Bilal da fəal iştirak edir. Bu iki sənət Azərbaycan xalqının estetik tərbiyəsində nəcib ənənələr malik olan bir sənətdir. Ustadlarımız olub, Allah rəhmət eləsin, eşitmişəm Aşıq Şamil gözəl bir şüşlər oxuyub. Allah rəhmət eləsin. Elə kişilər oxuyurdu ki, hamı heyran qalırdı. O cümlədən Aşıq Şakir, Aşıq Məmməd Ağa, Aşıq Bəylər, Aşıq Yalvar, dünyası köçənlərə Allah rəhmət eləsin. Biz də o ustadların yolunu alıb bir gözəl döymə kərəmi ilə sizin qəlblərinizi şad eləyəcək ustadlara rəhmət olsun. Milli musiqimizin öz ləzzəti var. Mən həm tarih, həm sazı sevirəm. Kamançanın yaxşı məlahəti var, xanəndənin yaxşı məlahəti var. Əgər yaxşı olsa, qalsam razı sevirəm. Şirin Abbas çala kamanda. Yanında dəm tutan usta adam da bir döymə kərəmi saz bağlamanda Şakir ləhsəsində sözü sevirəm. Qara zurna ola hər şənliklərdə, oturan dostlarla çəmənliklərdə, çadırlar qura düzənliklərdə, fəsillər içində yazı sevirəm, fəsillər içində yazı sevirəm.